LinkedIn mesajı ilə mundiala yollanıb son dünya və Avropa çempionlarına uduzmayan neçə futbolçu tanıyırsınız? LinkedIn əsasən peşəkar iş həyatı, karyera inkişafı və biznes əlaqələri üçün nəzərdə tutulmuş qlobal bir sosial şəbəkə platformasıdır. Dublində doğulub böyüyən və bütün arzuları bir gün İrlandiya millisində oynamaq olan Roberto Lopez özünə LinkedIn hesabı açarkən, yəqin ki, bunun onu kiçik Afrika ölkəsinə, oradan da Amerikaya aparacağına inanmırdı. Lopez 2019-cu ildə LinkedIn-də Portuqal dilində olan bir mesaj alır. Lakin bunun spam kimi qəbul edərək mesaja əhəmiyyət vermir. Ancaq 9 ay sonra eyni mesajı eyni adamdan bu dəfə ingiliscə alan müdafiəçi söhbətin nədən getdiyini anlayır. Cabo Verde millisinin o vaxtki baş məşqçisi Rui Aguas ona kiçik arxipelaqın milli komandasını təmsil etmək təklifi göndərir. Tarixində ilk dəfə dünya çempionatına vəsilə qazanan komandanın bir parçası və əsas müdafiəçisi olan Roberto Lopez balaca ada ölkəsinin böyük tarix yazır. LinkedIn qəhrəmanımızın 90 dəqiqə meydanda olduğu maçda debutan Cabo Verde ilk xalını elə son Avropa çempionları olan İspaniyadan alır. Digər iki maçda da heç edən bu kiçik arxipelaq dövləti naməğlub şəkildə qrupdan çıxmağı bacarır. Burada isə onların rəqibləri Argentina millisi olur. Son dünya çempionlarına qarşı da inadla müqavimət göstərən Afrikalılar yalnız əla vaxtda məğlub olaraq turnirə vidalaşırlar. Argentina səddini keçmək mümkün olmasa da, Lopez və millisi futbol dünyasına imkansız deyilən anlayışın sadəcə bir mesaj qədər uzaqda olduğunu sübut etdi. Bəli, bu hekayə məğlubiyyətlə bitə bilər. Amma bir LinkedIn mesajı ilə dünyanın ən böyük səhnəsinə çıxmaq özü elə ən böyük qələbədir.